Bu videoda Wi-Fi işarəsini hazırlamağı öyrənəcəyik. Bunun üçün ilk növbədə Ellipse tool alətini seçirik. Ctrl düyməsi ilə birgə dairə çəkirik və klaviaturadan P düyməsini basırıq. Daha sonra seçilmiş obyekti kopyalayaraq bunun üçün plus düyməsini basırıq və küncə gəlib Shift düyməsi ilə birgə mouse'u sol düyməsini basıb saxlayaraq içəriyə doğru çəkirik, məsələn bu ölçüdə. Daha sonra bu seçili olduğu halda Ctrl-D-ni basırıq, eyni məntiqdə kopyalayacağıq. 3, 4, 5, 6, 7, 8. 8 dəfə kopyaladıqdan sonra boş hissəyə mouse'u sol düyməsini bir daha vurub çıxırıq və daha sonra burada To Point Line alətini seçirik və ən kiçik dairənin mərkəzindən mouse'un sol düyməsini basıb saxlayaraq xətt çəkəcəyik və bu zaman Shift düyməsini də basıb saxlayırıq. Shift düyməsini basıb saxladıqda 15 dərəcə intervalla xətt çəkilir. Təxminən deməli 1, 2, 3, yəni 45 dərəcə belə deyək. Ya da ki belə, məncə belə daha yaxşıdır. 45 dərəcə çəkdik və bundan sonra plus düyməsini basıb bunu kopyalayırıq. Pick tool aləti seçili olduğu halda burada Mirror Horizontal əmrini seçirik ki, yəni kopyalanmış əks fırlansın. Deyəsən, mən burada plus düyməsini basmadım, yaxşı. Plus düyməsini yenidən basıram və əks çevirirəm kopyasını və daha sonra node hissəsindən gəlib bu hissəyə birləşdirirəm. Və daha sonra Smart Fill alətini seçib burada mouse sol düyməsini bir daha vururam, yenə vururam. 3, 4. 4 dəfə bunu icra edirəm və daha sonra Virtual Segment Delete əmri ilə aşağıdakı hissəni silirəm. Bu hissəni də götürürəm. Buranı da götürürəm. Hətta üst hissə də lazım deyil. Buranı da götürək və sağdakı və soldakı xəttləri də silək və daha sonra bunların hamısını seçək. İç rəngini qara, kontur rəngini isə yox eləyək mouse'un sağ düyməsini vuraraq və bunu da etdikdən sonra Text Tool alətini seçib burada deməli Wi-Fi Wi-Fi zone belə bir ifadəni yazaq və daha sonra deməli yeri gəlmişkən bu hissəni seçib qruplaşdıraq və P düyməsini basaq. Mətni də seçib P düyməsini basaq və kücdən Shift düyməsi ilə mouse'u sol düyməsini basıb saxlayıb uzadırıq və mouse'u sol düyməsini basıb saxlayaraq çəkirik aşağı. Bold edirik, qalın edirik və buradan əldə istəsəz maraqlı bir şrift seçib tətbiq edə bilərsiniz. Elə yaxşıdır geometr və bundan sonra bunların da hamısını seçib qruplaşdırırıq və klaviaturadan P düyməsini basırıq ki, səhifənin mərkəzində olsun.